Sevindiricidir, çok sevindiricidir. Yani iller boyu çok əziyyət çəkmişdik klub olarak ve ikinci dəfəydik Çempionlar Liqasının qrup mərhələsindəydik ve bu yıl oyunların sayı daha çok oldu. Əlbəttə ki, əvvəlcədən fikirləşirdik ki, ancaq qrup mərhələsində düşsək bəs eləyər. Ama sonradan biraz işimiz elə gətirdi ki ve bugün 22. komanda olduk. Ve əlbəttə ki, bu Azərbaycan futbolu üçün həm də öz klub olarak bizim üçün çok büyük uğur, çok büyük nailiyyətdir və futbolçularımı, xalqımızı təbrik edirəm. Ümumiyyətcə, yəni elə bir səviyyədə komandalar qalıb ki, onları bir-birindən ayırmaq olmaz. Yəni bu hal-hazırda bütün komandalar qarşısına qoyulan məqsəd maksimum yuxarı nəticələr göstərməkdir. Bəli, bugün bəlkə PSG bizim üçün daha büyük ad kimi görünür, ama ümumən Premier Liga İngiliz klubları, yani biz dünən də bunun tam şahid olduq və Chelsea ilə oyunda da Bakıda biz onların gücünü tam bilmişdik və bir o qədər mən onları bir-birindən ayırmaz idim.